1991-ci ildə Xankəndi şəhərinin Cəmil kəndindən bizim qohumlar yaşayır. Demək olar ki, əksəriyyəti bizim Baharüstü kəndindəndir. Mənim qardaşım orada məskunlaşmırdı, orada yaşayırdı. O avtobusda cəmaatı ot çalımından gətirəndən ermənilər onları ateşə tutmuşdu. 91-ci il iyul ayında. Həmin vaxtı mənim qardaşım ayağından yaralanmışdı, ağır. Ancaq o cəmaatın, o arvad uşağın heç birinə heç bir xəsarət dəyməmişdi. Maşını bir ayağı ilə sürüb, o boyda maşını sürüb gətirib kəndinə. Cəmaat dökülüb, deyiblər, şükür salamatçılıqdır. Qardaşım deyib ki, mənim ayağıma güllə dəyib. Faktı cəmaatın içində olan şeylərdir. O 20-30 nəfər oradan salamat gətirib çıxardır. O vaxt biz getdik ora, ölünün nə hörmətli vaxtıdır, indi də hörmətlidir, birinin nə, hamının hörmətli vaxtı idi. Dedilər, bunun ayağı kəsilləsi oldu Şuşada. Bax, mənim qardaşımın ayağı burada dəfn eləmişik. Bax, bu kubikin altında. İndi də özü qazidir, Xan yurdunda yaşayır. Orada ev eşik veriblər. Allah hökumətimizdən razı olsun. Allah sizə də can